Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Değerli Müslümanlar, önemli bir mevzu hakkında inşallah. Rabbimiz Kur'an-ı Kerim'de Həşr suresi 18. ayda buyurur ki: Estaizu billah Ya eyyühellezine amenuttakullaha vel tenzur nefsum ma qaddemet li gad vettekullah innallaha habirun bima ta'melun. Sadaqallahul azim. Ey iman gətirənlər, təqvalı olun. Allahın əmirlərini yerinə getirib günahlardan çəkinin. Hər biriniz axirət həyatı üçün hazırlıq görsün. Təqvalı olun. Həqiqətən də Allah hər şeydən xəbərdardır. Əziz müsəlmanlar, təqva sözü dildə asan, amma qiyamət günündə tərəzdə ağır gəlir. Təqva, bu gözəl halın məkanı qəlbdir. Nəbi sallallahu aleyhi və səlləm 3 dəfə ürəyinə işarət edərək təkrar etdi. Təqvanın yeri qəlbdir, təqvanın yeri qəlbdir. Qəlb başqa əzaların hakimidir. Əgər qəlb sağlamdırsa, demək ki, bütün bədən sağlamdır və bu insan təqvalı olar. Əgər qəlb çirkindirsə, demək ki, bütün bədən pozulmuşdur və bu insan günahkar olacaqdır. Təqvalı olun, hesab gününə hazır olun. Qiyamət günündə sizə yardım edəcək azuqə toplayın. Həqiqətən də ən gözəl azuqə təqvadır. Əş-Şüəra surəsi 88-89-cu ayələrdə Rəbbimiz buyurur ki, qiyamət günündə qəlbi təmiz olmayanlara var dövlət və övladları heç bir fayda etməyəcəkdir. Qəlb küfür və riyadan təmiz olmalıdır. Axı imansızın və münafiqin qəlbi xəstədir və bu barədə ayədə buyurmuşdur ki, Fi qulubihim məradun, onların qəlblərində çirkinlik və riya var. Ona görə də mallarını xeyir işlərə xərcləyənlərdə xeyir var, övladları da salih olar. Qəlbi təmiz olanlar bu xeyirxalq əməllərdən faydalanırlar və salih övladlarına görə də faydaları vardır. Əziz müsəlmanlar, qəlbimizi təmizləmək vacibdir. Bunu necə etmək olar? Şəriəti yaşayaraq, mədəniyyəti, əxlaqı həm daxilən, həm zahirən göstərərək, həm dildə, həm əməldə göstərərək, hətta niyyətlərdə və fikirlərdə belə şəriəti yaşayaraq, Allahın əmirlərini yerinə yetirib qəlbimizi təmizlənməliyik. Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin öyrətdiklərindən, onun əxlaqından nümunələr götürərək qəlbimizi təmizlənməliyik. Qoy hər bir kəs qəlbinə diqqət etsin və onu sağaltsın. Həqiqətən də qəlblər elə xəstəliklərə tutula bilər ki, heç bir dünya təbibi onu müalicə edə bilməz. Əgər qəlbiniz təmiz və sağlamdırsa, bu o deməkdir ki, sizin bədəniniz də sağlamdır və axirət günündə gözəl əhvalda olacaqsınız. Yox, əgər qəlbiniz pozulmuşsa, demək ki, bədən də pozulmuşdur və bu ruhu tərəfdən, dini tərəfdən pozulmadır. Həqiqətən də qəlb başqa əzaların hakimidir. Əziz müsəlmanlar, qəlb xəstəliklərdən biri də riyadır, riyakarlıqdır, səmimi olmamaqdır, yəni ixlaslı olmamaqdır. Bir insan əməl edərkən özünü itaətkar göstərib insanların görməsini istəyir və ya insanların onu tərif etməsini istəyir. Əl-Beyyinə surəsi 5-ci ayə. Kitab əhlinə Tövratda və İncildə Allaha səmimi olaraq itaət etmələri əmir olundu və bütün rəsullara inanaraq müsəlman olmaları əmir olundu. Əziz müsəlmanlar, səmimi olun. Qoy sizin niyyətləriniz həmişə səmimi olsun, riyadan təmiz olsun. Xalq arasında deyildiyi kimi özünü göstərmə olmasın. Yalnız Allahın razı qaldığı kimi əməllər edin. İmam Müslim Əbu Hureyrədən rəvayət etdiyi bir hədis-i qudüsdə deyilir ki, Allah şəriksizdir və kim əməldə Allaha şirk qoşarsa, onun əməli qəbul olunmaz. Bu o deməkdir ki, Allaha şirk qoşmaq olmaz və bu absurddur, cəfəngdir. Əziz qardaş və bacılar, əgər içinizdən kimsə Allahdan mükafat almaq niyyəti ilə və eyni zamanda insanlardan tərif gözləyirsə, bilsin ki, bu əməli Allah qəbul etmir. Belə əmələ savab yoxdur və riyakarlığa görə günah var.
Buna görə də hər bir kəs qəlbinə diqqət etsin, qəlbini idarə etsin. Əgər içinizdən kimsə təklikdə olanda yalnız 5 vaxt fərz namazları qılırsa, amma cəmaat içində olanda sünnətləri də qılırsa, namazdan öncəki və sonraki, o halda özündən soruşsun, niyə belə edir? Və yaxud təklikdə olanda namazları tez bazar, tələsik qılırsa, amma cəmaat içində olanda tələsmədən uzun-uzadı qılırsa, o halda özündən soruşsun, niyə belə edir? Məyər siz insanların tərifi və sizə buna görə hörmət etmələrini mi istəyirsiniz? Məyər bu sizi Allahın rızası qazanmaqdan daha mı çox maraqlandırır? Axı, ətrafdakı insanlar da sizin kimi yaradılmışlardır. Onlar xeyir və şər yarada bilməzlər. Onlar Allahın izindən kənar nə xeyir, nə də zərər verə bilməzlər. Həqiqətən də Allah Teala'dır qəlbləri idarə edən və ətrafdakı insanları bizə qarşı ya sevindirir, ya uzaqlaşdırır. Və insanların tərif etməsini, Allahın bəyənmədiklərini etməkdə nə kimi məqsəd güdürsən, nə üstünlük verirsən buna? Axı, onların tərifi sənin ruzini artırmaz, ömrünü uzatmaz, ölümünü uzaqlaşdırmaz və qiyamət günündə onların tərifi sənə heç bir fayda verməz. Buna görə də, əziz müsəlmanlar, qəlbimizi riyadan təmizləyin. Qoy hər biriniz üçün bu məqsəd xeyri və şəri yaradan Allahın rızası qazanmaq olsun. Səmimi olun, niyyətləriniz təmiz olsun. Xeyir əməlləri yalnız Allah rızası üçün edin. İnsanların səni inkar və ya tərif etməsini səni narahat etməsin. Xeyri əməllərinin hamısının faydası və xeyri yalnız Allahın rızası qazanmaqdadır. Əziz müsəlmanlar, xeyri əməlləri yalnız Allah rızası üçün edin. Nəbi sallallahu aleyhi və səlləm bir hədisdə buyurmuşdur ki, gizli sədaqə verin. Gizli sədaqə verən, yəni başqalarının görməsini istəməyən, qiyamət günündə ərşin kölgəsinin altında olacaqdır. Bu insan bu neyməti gizli sədaqə verdiyi üçün qazandı, səmimi idi və qəlbində riya yox idi. Çox çalışardı ki, kimsə görməsin sədaqə verərkən, hətta yaxında olanlar belə. Əziz müsəlmanlar, İmam Müslimin Süleyman İbn Yəssərdən rəvayət edilən bir hədisdə deyilir ki, insanlar Əbu Hureyranın ətrafdan dağıldıqda Natiq İbn Qeys Əl-Huzeymi yaxınlaşıb ona dedi, ey şeyx, bizə Nəbi sallallahu aleyhi və səlləmdən eşitdiyi bir hədisdən danış. O dedi ki, mən eşitdim ki, Nəbi sallallahu aleyhi və səlləm belə dedi. Həqiqətən də qiyamət günündə ilk cavab verilənlərin sırasında ədalət uğrunda döyüşüb ölən insandan soruşulacaq. Onu məhşərə gətirib və ona bu dünyada verilən neymətlərini göstərəcək və o bu neymətləri tanıyacaqdır. Ondan soruşulacaq, bununla nə etdin? O da cavab verəcək ki, döyüşdüm, imanımı qorudum, Allah rızası üçün döyüşdüm və bu yolda öldüm. Ona deyiləcək ki, sən yalan danışırsan. Əslində sən döyüşürdün ki, insanlar desinlər ki, necə də cəsurdur və dedilər. Sonra Allahın əmri ilə onu üzü aşağı cəhənnəmə atacaqdır. Hədisin ardında din elmini öyrədən və ya Quran oxuyan barəsində deyilir. O insana da o sualı verəcəkdir. Din elmini öyrəndin və ya necə istifadə etdin? O da deyəcək ki, Allah rızası üçün din elmini öyrəndim və öyrətdim. Quran-ı Kərimi oxudum və öyrətdim. Ona deyiləcək ki, sən yalan danışırsan. Sən istəyirdin ki, insanlar desinlər ki, necə də elmlidir, necə də gözəl Quran oxuyur və insanlar bunu dedilər. Amma axirətdə payın yoxdur və onu da üzü aşağı cəhənnəmə atacaqdır. Sonra malını sədaqə verən barəsində deyilir ki, o da varlı insan idi, sədaqə paylayardı və ondan soruşulacaq, malından necə istifadə etdin? O da deyəcək ki, Allah rızası qazanmaq üçün malını kasıblara sədaqə etdim və ona deyiləcək ki, sən yalan danışırsan. Sən sədaqə verirdin ki, insanlar desinlər ki, necə də səxavətli insandır, necə də imkanlı insandır, amma Allahın əmri ilə onu da üzü aşağı cəhənnəmə atacaqlar. Bu hədis bizə səmimiyyətinin nə qədər önəmli olduğunu bildirir və yenə də xatırladırıq ki,
qəlbimizi riyadan təmizlənməliyik. Ona görə də sidq ürəkdən inanmaq lazımdır ki, Allahdan başqa xeyir və şəri heç kim yaratmır və bu his hər zaman sənin qəlbində olsun. Buna görə də əziz müsəlmanlar, namaz qılarkən Allah rızası üçün qılın. Və deyilir ki, bir insan gecə məscidə daxil olur, sünnət namazlarını qılır, gecə namazları qılır və məqam gəlir ki, məscidin qapısı açılır, insan hiss edir ki, içəri kimsə daxil oldu və niyyətini dəyişir və deyir ki, qoy məni görsün və sabah desin ki, cəmaata, siz yatmışdınız, filan kəs gecə namazları qılırdı və s. Bir sözlə tərif istədi və sübh vaxtı açıldıqda deyir ki, arxadakı insanı da çağırım və bir yerdə sübh namazı qılaq cəmaat şəklində və çönüb baxır ki, bir pişik məscidə daxil olmuş və yatmış və deyir, Allahu Akbar, mən bir pişiyə görə səhərə qədər ibadət etmişəm və tövbə edir, Allah da tövbələri qəbul edəndir. Sədaqə verərkən, hətta əxlaqı gözəlləşdirərkən Allah rızası üçün etsin. Elm öyrənəndə və öyrədəndə də hər bir ibadətdə niyyətin səhv olsun. Əgər belə deyilsə, çox təəssüflər olsun ki, savab əvəzinə günah keçirməklə, günah qazanmaqla keçirir. Həyif ki, insan qiymətli vaxtını bu cür itirir. Allaha dua edirik ki, Allah qəlblərimizi riyadan təmizləsin. Allahım, hiləgər dostdan, faydasız elmdən, ağlamayan gözdən, sıxıntı və hüzüntüdən, qatlaşmış qəlblərdən və hər cür xəstəliklərdən, həyatın və ölümün fitnəsindən, borc altında qalmaqdan, qəbul olunmayan duadan, doymaq bilməyən nəfsdən, zalım olmaqdan və zülmə məruz qalmaqdan, üsyan etdirən fağırlıqdan və azdıran zənginlikdən sənə sığınıram. Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver və bizi cəhənnəm əzabından qoru. Amin, amin, amin. Velhamdülillahi Rabbil alemin.